İndi rahat bir pozisiya alın. Sakit bir mühitdə oturduğunuzu və ya uzandığınızı təsəvvür edin. Gözlərinizi yumun. Başınızı biraz irəli doğru əyin. Sadəcə nəfəsinizə fokuslanın. Nəfəsinizi burundan alın, ağızdan buraxın. Dərin qarın nəfəsi ilə bədəninizin necə sakitləşdiyini hiss edin. Təkrar bir dərin nəfəs alın, nəfəs verin. Bədəninizin necə yavaş-yavaş rahatladığını hiss edin. Göz qapaqlarınıza fokuslanın. Onların getdikcə ağırlaşdığını, sanki açmaq istəsəniz belə aça bilməyəcəyiniz qədər rahat, relaks olduğunu təsəvvür edin. O rahatlıq dalğa-dalğa bütün bədəninizə yayılır. İndi mən 1-dən 5-ə qədər saydıqca, hər sayla birlikdə siz daha da dərinləşin. 1. Dərin nəfəs al. 2. Səsi eşidərkən daha da rahatla. 3. Bütün bədənində ağırlıq və yumuşaqlıq hiss et. 4. Özünü daha dərinə burax. 5. İndi tam rahatlıq və dərinlikdəsiniz. İndi şuur altınız rahat bir vəziyyətdədir. Bu vəziyyətdə yeni təlimatlar almağa açıqdır. İndi ağlınıza bir rəng gətirin. Mavi. Mavini təsəvvür etməyə çalışın. Bədəniniz daha da rahatlaşır. İndi yaşıl rəngi düşünün. Yaşıl sizə sakitlik və balans gətirir. Sarı, günəşin istiliyi kimi sizi rahatladır. Qırmızı rəng, içinizdəki enerji yavaş-yavaş balanslaşır. Ağ rəng, tam bir saflaşma, zihninizdə sakit bir boşluq yaradın. İndi isə ondan geriyə doğru sayaraq daha da dərinliyə enirsiniz. 10 9 8 7 6 5 4 3 2 1. İndi bədəninizdəki bütün hisslərə fokuslanın. Yemək yemək istəyinizi, anda bu istəyi sadəcə müşahidə edirsiniz. Bu hissin sizə nə dediyini, bədəninizin sizə nə mesaj verdiyini izləyirsiniz. Baxaq görək, yemək yemək istəyən anda hansı hiss yaranır bədənimizdə? İndi isə özünüzə aşağıda deyəcəyim 2 güclü təlimatı verirsiniz. 1. Bir şey yeməyi düşünəndə bədənimdəki hisslərə fokuslanıram. 2. Axşam saat 7 ilə səhər saat 7 arasında mədəm boş qalır. Bu 2 təlimatı şuur altınıza yerləşdirirsiniz. İndi bu dəqiqə bu təlqinlər
şuur altınızda özünə yer tapır. Təkrar edin. Bir şey yeməyi düşündüyümdə bədənimdəki hisslərə fokuslanıram. Axşam saat 7 ilə səhər 7 arasında mədəm boş olur. İçinizdəki səslə məndən sonra deyin. Bir şey yeməyi düşündüyümdə bədənimdəki hisslərə fokuslanıram. Axşam saat 7 ilə səhər 7 arasında mədəm boş olur. Beyninizin hər hüceyrəsi bu təlimatları qəbul edir. Bir şey yeməyi düşündüyümdə bədənimdəki hisslərə fokuslanıram. Axşam saat 7 ilə səhər 7 arasında mədəm boş olur. İndi dərin nəfəs alın. Bu iki təlimatı içinizdə bir də təkrarlayın. Bir şey yeməyi düşündüyümdə bədənimdəki hisslərə fokuslanıram. Axşam saat 7 ilə səhər 7 arasında mədəm boş olur. Bu sözləri yavaş-yavaş hər dəfə daha dərin şəkildə qəbul edin. Zihniniz bu təlimatlarla dolur. Hər dəfə bu sözləri dedikcə beyniniz onları vərdiş halına gətirir. Bir şey yeməyi düşündüyümdə bədənimdəki hisslərə fokuslanıram. Axşam saat 7 ilə səhər 7 arasında mədəm boş olur. İndi bədəninizə geri dönməyə hazırsınız. Mən 1-dən 5-ə qədər sayacağam. 5-də gözlərinizi açacaqsınız, özünüzü təravətli və enerjili hiss edəcəksiniz. 1. Yavaş-yavaş bədəniniz canlanır. 2. Başınızı sağa-sola hərəkət etdirin. 3. Qollarınızı və ayaqlarınızı hiss edin. 4. Dərin nəfəs alın. 5. Gözlərinizi açın. Tamamilə ayıq və hazır vəziyyətdəsiniz. Şəfa olsun, şəfa olsun, şəfa olsun.